Mən yeni gələn avtomobilləri təqdim edirəm. Siz də dəstək üçün kanalıma abunə ola bilərsiniz. Hər kəsə salam gözəl insanlar. Nə qədər yağış yağsa da biz çəkilişimizə davam edirik. Bugün isə mən Nurlan Qurbanov sizin qarşınızda Çinin Great Wall Motors'un premium markası olan Wei ilə gəlmişəm. Wei 03 modeli ilə. Wei Tianjun Wei'in soyadına həsr olunubdur. Tianjun Wei Great Wall Motors'un həm təsisçisi, həm də sədridir və Great Wall Motors Çinin ən böyük özəl avtomobil istehsalçılarından biridir. Keçək avtomobilə Wei 03. Avtomobildən çox xoşum gəldi. Oturacaqlar, ergonomika falan hər şey əladır. Və hər ikdən danışacağım sizə. Dedim sürüşdə danışım da. Nə qədərlər motorun qabağında durub motordan danışmaq. Eyni şeydə motordur. 1.5 litrlik bayaq dediyim kimi plug-in hibrid bir qurğu ilə təchiz olunmuş mühərrikimiz var. Boşa elektrik mühərriki ilə 27,54 kWh-lıqda bir batareya. 383 at gücü və 750 Nm tork hazır edə bilir. 750 Nm tork zarafat bir rəqəm deyil. Həqiqətində bu yüksək bir rəqəmdir və avtomobilin sürətlənməsində çox yaxşı təsir göstərir. Sürətlənməyə təsir edən daha yaxşı amillərdən biri də onun DHT2 tipli sürətlər qutusu ilə təchiz olunmağıdır. Keçək yolun sağ tərəfindən nəqliyyatın hərəkətinə mane olmayaq. DHT2 sürətlər qutusu avtomobildə rahat və yumuşaq keçidləri təmin edir, həm də sürətlənməyə kömək edir. Bəyənmədiyim bir məsələ nəzarət paneli. Rəqəmsal nəzarət panelidir. Amma elə bir nəzarət paneli qoyublar ki, qardaş, bu boyda bir şey qoyublar. Yəni, düzdür, 10.25 düymlük olmalıdır. Amma o deyil də, bəlkə də onu yeni təkmilləşdirilmiş W head-up tipli bir head-up display ilə kompensasiya edirlər. Çünki head-up display çox geniş miqyaslı və lazımı demək olar ki, bütün informasiyaları özündə əks etdirir. 14 düymlük olmalıdır bu böyük monitorumuz. Monitor demişkən, monitoru birazdan çıxaracağım yerindən, amma bir şey yoxdur, çıxıb əlimdə qalmasın deyəm. Yəni, həqiqətən elə bir mismarla monitoru vurublar bura. Tərpəniş deyilən bir şey yoxdur monitorda. Material keyfiyyəti xoşum gəlir. Yumuşaqdır, yumuşaq dəri örtülüdür. Burada qaplarda karbon deyirəm, qaplarda mikrofiber elementlər var. Burada narıncı tikişlər, burada narıncı tikişlər. Bu hamısı panel dəridir, bura dəridir, bura yumuşaq dəridir, bura taxta teksturalı plastikdir, maraqlı görünür. Hava deflektorları da gold rəngindədir, tünd qızılı rəngindədir, maraqlı görünür. Bayaq dedim, o sarı rəng əslində tünd qızılı rəngdir. Naqilsiz şarj platformasının üzərində mikrofiber bir parça ilə örtüblər. Bu da maraqlıdır, qəşəng görünür, həm də telefonlar arxasını çizməmək üçün. Onun yanında bir dənə də bir platforma var, amma o naqilsiz şarj edir, sadəcə telefonu qoymaq üçündür. Mənə maraqlı olan bir şey var ki, avtomobilin sürüşünə baxdınız yəqin ki, sürüşdə enerji sərfiyyatı qalxdıqca və yaxud nə bilim enerji aşağı düşdükcə qaz pedalının arkasındakı o təzyiqi aşağı düşdüyünü hiss eləmirsən. Sürət olduğu kimi də qalır və performansı demək olar ki, heç bir təsiri olmur. Artıq tripi də sıfırlamışıq. 0 kilometrdə də hamısı gördüyünüz kimi 160 kilometr enerji ehtiyatımız var. 862 kilometrdə yanacaq ehtiyatımız. Gördüyünüz kimi artıq 93,8 kilometr məsafə qət eləmişəm. 8 saat 30 dəqiqə. 8 saat mən motorun sürürəm. 0,7 litr yanacaq sərfiyyatı var və 19,8 kWh enerji sərfiyyatı. Enerji sərfiyyatından 39 kilometrlik də ehtiyat enerji qalıb. Məncə mən bunu rahat ixalçının dediyi rəqəmlərlə sürə bilərəm. 130 km rahat sürərəm. Və 859 kilometrlik də yanacaqla ehtiyat məsafəmiz qalıb. Mən sizə götürəndə göstərdiyim kadrda o 861 idi. Cəmi 2 kilometrlik gedib yanacaq sərfiyyatına baxanda 0,7 litr. Avtomobilin sürüş rejimlərindən danışmışdım sizə. Burada bəzi sürüş rejimləri var avtomobilin. Hansı ki, drive modda Eco, normal və sport modundan əlavə all-wheel drive-da mevcudun aktivəsində burada var. Əlim dəydi, silindi, getdi, sonra yerinə qoyub bilmədim bunu. Burada sürüş rejimlərində all-wheel drive sürüş rejimləri. Baxın, Eco, normal, sport, snow və all-wheel drive. Bir də power mod var. EV, EV Priority və hibrid. EV sırf elektriklə, batareyanandır. EV Priority yalnız elektrikə üstünlük verir, amma yeri gəlsə daxili yanma mühərrikinə keçəcəkdir. Hibrid isə normal hibrid kimi. Bir də Refrigerator.
low, medium, high. Bu medium, hələ mən medium'u saxlamışam. Yenə də rekrutrasiyanı hiss edirəm. Avtomobilin ön tərəfindən sizə danışmaq istəyirəm. Ön tərəfə yekə bir loqo qoyulub. Hətta mən deyərdim ki, mən düşünürəm, bu loqo avtomobilə biraz güvən verir. Yəni də mən avtomobilim, mən markamı gizlətmirəm. Bu mənim markamdır, güvənirəm və loqosunda belə böyük həcmdə edirəm ki, hər kəs görsün ki, bu mənim markamdır. Aşağıdakı radiator barmaqlıqları istəyir, onların belə qara çıxıntıları avtomobilə daha da sərt bir dizayn xətti bəxş edir fikrimcə. Daha aqressiv görünür maşın. Və aşağıda olan gündüz işıqlarının altına yerləşdirilmiş yaxın və uzaq vuran işıqlar. Yaxın vuran işıqla uzaq vuran işıq biri digərinə avtomatik keçid edə bilir. Yəni qarşıdan avtomobil gəlirsə, artıq avtomatik olaraq uzaq vuran işığı söndürür, yaxın vuran işıq qalır sadəcə. Gündüz işıqlarda bu statik gündüz işıq olaraq yanır. Digər sağ və sol tərəfə isə dönmə işıqları inteqrasiya olunub. Dönmə işıqlar da həm də aktivdir, yəni axan dönmə işıqları. Mən sizə bunu belə göstərmək istəyirəm. Gördüyünüz kimi hər halda buradan da artıq görünür ki, dönmə işıqları aktiv dönmə işıqlardır. Ön tərəfdə texnoloji olaraq 360 dərəcəlik kameranın ön linzası və parktroniklər yerləşdirilibdir. Bu aşağı hissədə isə Distronic, yəni ön avtomobillə məsafə saxlama sensoru təchiz olunubdur. Gəlin keçək yan tərəfə. Avtomobilin yan tərəfdən dizaynı mənim xoşum gəlir. İstəyir bu xətlər olsun, istəyir bu xətlər olsun, istəyir bu ovallıq olsun. Aerodinamikada yaxşı təsir göstərir. 4685 mm uzunluğu var maşının. Bu da maşının genişliyindən xəbər verir. Birazdan sizə göstərəcəm. İstəyir arxa oturacaqları, istəyir salonun ümumi görünüşünü. 1730 mm hündürlüyü var, 1890 mm isə eni var maşınımızda. Ön tərəf MacPherson askı sistemidir, arxa tərəf multiring, yəni çox qollu askı sistemidir. Bu da avtomobillərdə Bakının çuxurlu yollarında sizə maksimum komfort verəcək deyə düşünürəm. 17 cm-lik yerdən hündürlüyü clearance var, 19 ölçülü Cooper təkərlər var. Ümumiyyətlə, mən xoşlamıram artıq danışmaqdan, LED fənərlərdən, hər hansı bir arxa LED işıqlardan. Çünki bunlar Çin avtomobilləri sayəsində artıq normal bir şeydir. Hər kəsin əlinin çatacağı bir şeydir deyə bilərəm. Əvvəllər idi o 2017-2018-ci ilə qədər hansı ki, müəyyən LED işıqlar, aktiv dönmə işıqları və yaxud parktroniklər, arxa 360 dərəcə kamera falan, bunlar hamısı bahalı premium avtomobillərə yerləşdirilirdi. Çin avtomobilləri sayəsində demək olar ki, bütün yeni növ texnologiyalar əl çatandır. Bu maşının arxa dizaynını mən çox bəyənirəm. İstəyir bu nazik LED arxa stop işıq zolağı olsun, istəyir aşağıda gedən qırıq stop işıqları olsun. Yenə də burada geniş markanın adını görürük. Yenə də bir güvən deyərdim mən, hansı ki, avtomobil digər avtomobilin önündə gedəndə o Way sözünü rahat oxusun. Bu nə markadır, bu nə qəşəng maşındır, Way. Sağ tərəfdə Hi4 görürsünüz. Bu Hi4 süni intellektin, askı sisteminin, proqram təminatının, hibrid sisteminin, plug-in sisteminin 4-cü səviyyə, yəni yaxşı səviyyə olduğunu bildirir. Arkada parktroniklərimiz var. Ondan sonra burada 360 dərəcəlik kameranın arxa sensoru mövcuddur və elektriklə açılıb bağlanan yük yerin altında 517 litrlik yük yerinin həcmi var. Dönmə işıqları həm arxada, həm də qabaqda aktiv dönmə işıqlarıdır. Bayaq dediyim kimi avtomobil çox genişdir. Mənim diz məsafəmdən və baş məsafəmdən bunları görmək mümkündür. Oturacaqlar rahatdır, ergonomik fərqli dizaynda oturacaqları. Oturacaqlarda bəzi elementlər var ki, məsələn, bu mikrofiber elementlər olsun, Alcantara effekti verir və burada narıncı deyim də, yəni açıq narıncı kantlar, tikilişlər olsun, maraqlı bir dizayn verir oturacaqlara. Buradakı baş haftıqları maraqlıdır. Arxa oturacaq sərnişinləri uzun yoldan gələndə başlarını qoyub rahat-rahat yata bilərlər. Bəzən olur, yatırsan başın sağa sola gedir. Bunda artıq o imkan yoxdur. Zavod istehsalı arxa pərdələr mövcuddur burada. Bunları avtomat eləyin də. Yox da, o qədər də yox da, yəni o qədər də yox. Unutdum deməyi, arxa yük yerinin sağ tərəfində qəşəng bir basavikimiz var. Burada bir ciblərimiz var. Burada hava deflektorlarda, aşağıda USB Type-C var arxada. Təsəvvür edirsiniz. Öndə heç Type-C yoxdur, arxada Type-C var. Bir dənə USB-A, bir dənə Type-C var. Panorama lük tam, panorama tavan pərdəsi tam axıra qədər açılır. Yəni klaustrofobiyası olanlar üçün şad xəbər verə bilərəm ki, rahat-rahat səmaya baxa bilərsiniz. Bəs kapotdan danışmamışam axı. Kapotdan məlumat verib 1,5 litrlik plug-in hibrid qurğu ilə təchiz olunmuş bir mühərrikimiz var burada.
Həm daxili yanma mühərriki kimi, həm də generator tipli işləyir. 383 at gücü verir avtomobilə, möhtəşəmdir. Gözəl insanlar maşını sürdük, baxdıq. Açığı doğrudan maşın haqqında təəssüratlarım yaxşı idi. Deyəcəksiniz ki, Çin maşını tərifləyirsən. Əgər siz də həmin o mənim yaşadığım hissləri yaşamaq istəyirsinizsə, Great Wall Motors Azərbaycan, yəni Haval Azərbaycanda avtomobillər test drive təqdim olunur. Buyurub gedib özünüz şəxsən o sizə danışdığım o hissləri özünüz yaşaya bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Bir də əgər abunə olmamışsınızsa kanalıma abunə olun ki, sizin üçün Azərbaycana yeni idxal olunan avtomobilləri təqdim eləməyə dəstəyiniz olsun mənə. Hələlik, salamat qalın.